26 il insan ömrü üçün az müddət olsa da, şəhid Aqil Hüseynovun yaddaşlarda əbədi iz qoyması üçün yetərli oldu. 1995-ci ilin 8 mayında anadan olan şəhidin ailəsi ilk dəfədir ki, bu günü Aqilsiz yaşayır. Valideynləri deyir ki, hər zaman torpaqlarımızı azad görmək istəyirdi. Ona görə də hərbçi olmağa qərar vermişdi. Vətən sevgisi qəhrəmanımızı ən böyük arzusuna çatdırır. Müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulur. Sentyabrın 27-sində əks hücum əməliyyatı başlayanda döyüşə ilk atılanlardan oldu Aqil. Xocalı faciəsini televizorda görmüşdüm, müəllimlər dərslikdə keçmişdi. Mən bilmirdim o dərəcədə o vətənpərvərdir. Onun şəhid olandan sonra hərbi hissədən onu aynını göndərlər. Onda onun evdəki sənət-sünətlərini çıxardanda onun məktubunu tapdıq. O məktubda yazmışdı ki, Xocalı faciəsində analarımızın, bacılarımızın qeyrətini qoymayacaq, torpağımızı qoymayacaq, tapdaq altında qala, azad eləyəcəyik. Çox ağır hisdir. Balasız balanın ad günün qeyd elə. Heç də demirəm, cənnətdəki ad günü mübarək. Aqil Hüseynov milli qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşüb. Cəbhənin Füzuli, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə göstərdiyi igidliyə görə şəhidimiz vətən uğrunda Füzulinin və Cəbrayılın azad olunmasına görə, eləcə də cəsur döyüşçü medalları ilə təltif olunub. Cəsur uşaq idi, mərd uşaq idi, qorxmaz idi. Mən heç özüm də bilmədən bir igid oğul yetişdirmişəm. Hərbiyə çox həvəsi var idi o adamın. Körpəlikdən görsətmədim o şəkilində. Körpəlikdən qardaşı məzuniyyətə gəlmişdi əsgərlikdən. Onun vayenli formasını geyinib şəkildat çəkdirirdi. Zabit heyəti deyirdi onu. Deyirdi ki, Şükür Həmidovun rabitəçisi idi. Şükür Həmidov deyir ona zabitim deyirdi. Rabitəni çox gözəl mənimsəmişdi. Qardaşımla fəxr edirəm. Qardaşım müddətdən artıq hərbi qulluqçu idi. Mən özüm səfərbəyliklə getmişdim könüllü olaraq. Başqa istiqamətlərdə döyüşürdük. Qardaşım məndən qabaqdaydı. Qardaşım şəhid olanda mən hiss elədim qardaşım şəhid olduğunu ayın 7-sində. Mənə bir ağrı gəldi. Qardaşımı dəfn edəndən sonra mənə xəbər verdilər ki, qardaşım yaralanıb. Gəldim ki, qardaşım şəhid olub. İndi Aqildən vətənə əmanət iki gözəl övlad qalıb, Tahir və Yusif. O övladlarını da özü kimi vətənə sevgi ilə böyüdürdü. Böyük uşağa həmişə öyrədirdi ki, ermənilər bizim düşmənimizdir. İşdən yorğun gəlsə də uşaqlarına vaxt ayırırdı, uşaqlarla oynayırdı. Həmişə də deyirdi, mən uşaqlarımı ya hərbiçi, ya da ki, həkim eləyəcəm. Bugün torpaqlarımız şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azaddı. Xalqı işıqlı sabaha aparan, ölməzlik qazanan şəhidlərimiz sayəsində. Ad günün mübarək, əziz şəhidimiz. Pərviz İmranoğlu, Orxan Qasımlı, Dilarə Səlim, xəbərlər.